iş güc yoxdur, 5 saat. Adam nə qədər parkda gəzər ala. O gün bir dənə iş çıxdı, niyə getmədin ki ona? Ala hansı quligen dedi? Ha. Ala yox, onlara da xeyir gələr, batıracaqlar o işi. Bədbin, pessimist adamsan, ona görə səndən elə bu cür bəlalar Ala gəlir. mən bədbin deyiləm, mən realistəm. Bilirəm ki, o iş alından deyil onsuz da. Ümumiyyətlə bu iş barəsində demirəm. Hər bir işdə belə də bədbinlik edirsən, pessimistlik edirsən. İşə belə canla başla yanaşmaq lazımdır, enerjili olmalısan. Enerji nədir? Özümüzdən şeylər çıxar. Sən özü də mömin adamsan, Möminlər Allaha bağlı olan insanlardır. Çox enerjili, müsbət enerji ötürən olurlar. Təkcə özün üçün yox, həm də ətrafa enerji ötürməlisən sən. Nə qədər insanlar var ki, öz sıfırdan işlərini qurublar, təzədən məhv olub, təzədən qurublar və sonra nəticəyə gəliblər. Əksəriyyəti də məsələn möminlərdən nümunə gətirə bilərəm sənə. Ki, sıfırdan qurublar həyatlarını və hal-hazırda çox elmi, maddi, mənəvi yüksək yerlərdədirlər. Sadəcə səndən tələb olunur ki, işlərə həvəslə yanaşasan, Allaha iman gətirərək, Allahdan o yaxşılıqları umaraq yanaşasan. 150 min verin quraq işimizi.